Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz iman əhli, hər birinizi salamlayıram. Sizləri əqaid verilişində xoş gördük. Bugünkü mövzumuz Peyğəmbərlərin xüsusiyyətləri barəsindədir. Ötən bəhslərimizdə də Peyğəmbərlərin xüsusiyyətləri barəsində danışdıq və dedik ki, Peyğəmbərlərin ümumi xüsusiyyətlərindən də biri onların möcüzəyə sahib olmasıdır. Bugünkü müzakirə edəcəyimiz məsələ Peyğəmbərlərin məsum olmasıdır. Baxın, bu xüsusiyyətlər ona görə önəmlidir ki, və ona görə Peyğəmbərlərə verilib ki, Peyğəmbərlər Allahın risalətini, Allahın buyurduqlarını insanlara çatdırırlar və Allahın buyurduqları bir suvordalansın deyə bu xüsusiyyətlər mütləqdir Peyğəmbərlərdə olsun. Demək, bu xüsusiyyətləri biz müzakirə etməklə, sübuta yetirməklə Peyğəmbərləri ilahiləşdirmirik. Bəzi şəxslər ilahiyyat elmlərini doğru düzgün təhlil etmədikləri üçün elə düşünürlər ki, məsumluq məsələsi, möcüzə olmaq məsələsi Peyğəmbərləri ilahiləşdirməkdir. Xeyr, əzizim, bəlkə bu xüsusiyyətləri ilə Allah özü təyin edib ki, biz bunların sözünə yəqin edək ki, Allaha pərəstiş edə bilək, Allaha boyun edə bilək. Hər bir halda bugünkü mövzumuz Peyğəmbərlərin məsum olmasıdır. İsmət sözü lüğəvi baxımdan, leksi baxımdan əsəmə kökündəndir. Qorumaq və yaxud uzaq saxlamaq mənasını verir. İslam təlimlərində, məxsusən ilahiyyat elmlərində hər bir İslam ilahiyyatçısı, mütəkəllimi öz prinsiplərinə əsasən isməti tərif etmişlər. Məsələn, Əllamə İlli isməti belə tərif edir. İsmət, Allahın bəndəsinə etdiyi gizli bir lütfdür ki, onun nəticəsində həmin şəxs itaətdən dönməyə və günah etməyə meyil göstərməz. Baxmayaraq ki, o işi görmək qüdrətinə malikdir. Bu tərifə əsasən ismət ilahi bir lütfdür. İlahi bir lütf dedikdə, yəni lütf insanı Allaha yaxınlaşdıran, Allahın itaətinə yaxınlaşdıran və Allaha itaətsizlikdən uzaq saxlayan bir məsələdir. Məsələn, biz deyirik ki, Peyğəmbərlərin göndərilməsi bir lütfdür. Niyə? Peyğəmbərlər vasitə olur ki, biz Allaha yaxınlaşaq və eyni zamanda Allaha asi olan işlərdən uzaq olaq. Bu mənada da ismət Allahın lütfüdür, yəni Allaha yaxınlaşdıran bir məsələdir. Amma buna baxmayaraq, ismət sahibi edə bilər, bəli, Allahın itaətsizliyi ondan və yaxud itaətsizlik ondan baş verə bilər. Hər halda bu İmamiyyə məktəblərinin, yəni şiyyələrin ismət barəsində təqdim etdiyi lütfün bir tərifidir. Məsələn, Əşairələr ismətin tərifində belə deyirlər ki, ismət odur ki, Allah həmin şəxsə günah yaratmasın. Yəni, çünki bunlar bütün günah və s. Allahın yaratdığını qəbul edirlər. Deyir ki, Allah onda günahı yaratmır, günahı icad etmir onda. Və yaxud filosofların tərifində ismət insanın nəfsində yaranan elə bir sabit xüsusiyyətdir, mələkədir ki, onun vasitəsilə insandan heç bir günah baş verməz. Hər bir halda bu ismətin tərifidir. Biz bunların hamısı bir yerə cəmləyəndə bu nəticə gəlirik ki, ismət bir tərəfdən Allahın əta etdiyi bir xüsusiyyətdir, digər tərəfdən də bu əta olunanın özündə də müəyyən bir xüsusiyyət var. Buna deyirlər, ismətin bir hissəsi kəsbidir, yəni insan özü o məqama çatmaq üçün bunu kəsb etməlidir. İkincisi də bu ətaidir, yəni Allah Teala bunu əta edib. Hər bir halda Peyğəmbərlər məsumdur dedikdə nə nəzərdə tutulur? Biz bilirik ki, Peyğəmbərlərin bir sıra vəzifələri var və Peyğəmbərlər müəyyən dövrələrə bölünə bilər. Məsələn, biri budur ki, Peyğəmbərlər həddi buluğa qədər, həddi buluqdan o Peyğəmbərlik dönəminə qədər, Peyğəmbərlik dönəmindən də onların rehlətinə qədər. Şiyyələr bu etiqaddadır ki, Peyğəmbərlər dünyaya gəldiyi gündən ta rəhmətə getdikləri günə qədər məsumdular. Hansı məqamda məsumdular? Bir, heç vaxtı
şirk və küfr etməzlər. Yəni peyğəmbərliklərdən öncə heç vaxt şirk və küfr etməzlər. Peyğəmbərlikdən sonra bütün məzhəblər qəbul edir ki, bəli, elə bir peyğəmbər yoxdur ki, peyğəmbər olsun, müəyyən bir müddətdən sonra, peyğəmbərlikdən sonra nəuzubillah keçsin, müşrik və yaxud kafir olsun. Bunu heç bir məzhəb, heç bir din demir. Bəli, bəzi Yəhudi təlimlərində Həzrət Süleyman barəsində bu var ki, o ömrünün sonlarında nəuzubillah müşrik oldu, bütpərəst oldu. Hər bir halda bu xurafi və yanlışdır. Amma İslam məzhəblərindən bunu heç kim qəbul etmir ki, bir peyğəmbər olandan sonra şirk və yaxud küfr etsin. Amma peyğəmbərlikdə necə bu barədə bəzi İslam alimləri, yəni alim demək olarsa, onların sözündən bir başa düşdü ki, ola bilər, nəinki olub, ola bilər ki, bəli, peyğəmbərdən qabaq hər hansı bir peyğəmbər şirk etsin, bütpərəst olsun. İkinci, vəhyin alınması və çatdırılmasında ismət. Bütün İslam məzhəbləri, bəli, yekli olaraq bu məqamda bütün peyğəmbərlərin məsum olduğunu qəbul edir ki, peyğəmbərliyə seçiləndən sonra bir, vəhy alarkən, yəni Allah ona göstəriş verərkən və bu göstərişi təbliğ edərkən məsumdur. Yəni, o, hər hansı bir özünün nəfsani sözünü deyil, şeytanın vəsvəsini deyil, Allahın sözünü alır, öz sözünü, şeytanın sözünü və yaxud kim nəsə qorxub təsirlənən şəxsin sözünü deyil, birbaşa Allahın sözünü çatdırır. Bu məqamda məsumdur. Yəni, heç bir formada günah və xəta etməz. Üçüncü, böyük və kiçik günahlardan qorunmaq. Bu da iki formada ola bilər. Peyğəmbərlikdən qabaq, peyğəmbərlikdən sonra. Şiə alimləri yekdil olaraq deyir ki, peyğəmbərlikdən sonra böyük və kiçik günahları etməz. Amma bəzi digər firqələr buyurur ki, kiçik günahları edə bilər və yaxud edib. Dördüncü, ismətin əhatə dairəsi bu ola bilər ki, gündəlik işlərdə və ictimai davranışlarda necə xəta edə bilərmi? Artıq burada xətadır, günah deyil. Yəni, məsələn, Peyğəmbər hər hansı bir şəriətə əsaslanan söz deyil. Yəni, gündəlik məsələlərə uyğun söz desə, burada xəta edə bilərmi? Yoxsa yox. Yenə burada şiələrin yekdir nəzəri budur ki, xeyr, Peyğəmbər gündəlik işlərdə və ictimai davranışlarda xəta edə bilməz, etməz. Çünki o nümunədir. Yəni, o həyatının hər bir sahəsində nümunədir. Bəzi şəxslər deyir ki, əgər insanların qəlbini ondan soyutmasa, bu xəta sayılmaz. Demək, baxın, əzizlər, ilahiyyatda ismətin bu mərhələləri var. Yəni, mərhələləri bu mənadadır ki, peyğəmbərlər ümumiyyətlə hansı məqamda məsum olmalıdırlar və əgər fikir ayrılığı olarsa peyğəmbərlər hansı məqamda məsum deyirlər, bu məsələləri, bu bölgünü nəzərə almaqla bu məsələləri təhlil etməkdə bizim yəni daha yaxşı başa düşə bilərik. Demək, belə bir ismətin mənşəyi nədir? Burada önəmli məsələ bundan ibarətdir ki, peyğəmbərlər nəyə əsasən məsumdular? Yəni, bir budur ki, biz bu dəlilləri müzakirə edək ki, biz nəyə əsasən deyirik, peyğəmbərlər məsumdular. İkinci məsələ budur ki, onları ismətli edən nədir? Yəni, burada iki məsələ var. Bir, bizim üçün dəlil nədir ki, biz deyək, peyğəmbərlər məsumdur, bu bir. İkinci budur ki, onları məsum edə bilən səbəb nədir? Bunlar bir-birindən fərqlidir. İnşallah bu barədə növbəti bəhslərdə siz əzlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.